Dağlara yağan güclü yağıntı çaylarda suyun səviyyəsini qaldırıb. Hal-hazırda biz Xaçmazın Xaspoladoba kəndindəyik. Gördüğünüz gibi bu körpü suyun səviyyəsinin qalxmasına görə qəzalı vəziyyətə düşüb. Xaçmaz polisi körpüyə postlar qurub, avtomobillerin gediş-gəlişi mümkünsüzdür. Xaçmaz rayonunda Qudyalçay çayı üzərindəki avtomobil körpüsü qəzalı vəziyyətə düşüb. Xaspoladoba kəndi ərazisindəki körpünün sel sularının təsiri nəticəsində qəzalı vəziyyətə düşməsi səbəbindən 7 kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Çayın kənarında yerləşən bir neçə yaşayış evi üçün ciddi təhlükə yaranıb. Xaspoladoba, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Hacı Əhmədoba, Hacı Qurbanoba kəndlərinin sakinləri ötən gün axşam saatlarından başlayaraq rayon mərkəzinə getmək üçün alternativ yollardan istifadə edirlər. Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Anar Oruclu bildirib ki, hazırda komissiyanın və digər əlaqədar dövlət qurumlarının nümayəndələri əraziyə baxış keçirirlər. Vəziyyət yerində qiymətləndirildikdən sonra fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq. Murad Adiloğlu, Emin Kərimov, Səs TV Xaçmaz.